Əziz abituriyentlər, indi isə ikinci dərs videomuzda sizə Birinci Dünya müharibəsindən danışıram. Bayaq beynəlxalq münasibətlər dərsini danışıb yekunlaşdırdım. Belə ki, hadisələr artıq bir bəhanə axtarırdı ki, Birinci Dünya müharibəsi baş versin və tərəflər bir-birinə dəysinlər. Ümumiyyətlə, Birinci Dünya ifadəsi İkinci Dünya müharibəsi baş verəndən sonra işlənməyə başlamışdı. Çünki, məsəl üçün, 1918-də bitib, 39-a qədər buna Birinci Dünya müharibəsi demədilər. Dünya müharibəsi deyirlər. Çünki ikinci olmalıdır ki, biz buna birinci deyə bilək də. İndi isə siz tərəflərin adını eşitirsiniz buradan. Müharibənin səbəbləri nələr idi? Bayaq demişdim. Dünyanın sərhədlərini yenidən müəyyənləşdirmək istəyi, müstəmləkələr uğrunda mübarizə, xammal mənbəyi, satış bazarı axtarmaq, revanşizm, dövlətlər arası münasibətlərin pisləşməsi, böhran keçirilməsi kimi şeylər Birinci Dünya müharibəsinə gətirib çıxardır. Birinci Dünya müharibəsində əksər dövlətinin öz istəyi vardı. Məsələn, Almaniya, birinci elə səbəbkardan danışıq. Almaniya istəyirdi ki, Fransanı, və Almaniya budur. Almaniya istəyirdi ki, Fransanı, Böyük Britaniyanı və Rusiyanı zəiflətsin, onların bütün müstəmləkəni ələ keçirsin. Qısa konkret. Böyük Britaniya istəyir ki, Almaniyanı zəiflətsin, müstəmləkəni ələ keçirsin. Qısa konkret. Fransa yenə də Almaniyanı məğlub etmək istəyirdi, Almaniyanın tutduğu Elzas-Latverengiyanı geri qaytarmaq istəyirdi. Sonra Rusiya Almaniyanı zəiflətmək istəyirdi, Osmanlını zəiflətmək istəyirdi, Balkanlarda öz nüfuzunu gücləndirmək istəyirdi. Balkanlarda nüfuzunu gücləndirmək istəyi Rusiyanın Avstriya-Macarıstanı oxşar xüsusiyyətdir. Avstriya-Macarıstan da eyni şey istəyirdi. Rusiyanı zəiflətmək, Balkanlarda nüfuzunu gücləndirmək. İndi burada Osmanlının adını vermirik. Niyə Osmanlı müharibəyə qoşmaq fikrində deyildi onsuz. Yaponiya sonradan qoşulur, göstərir burada. Yaponiyada məqsədi Almaniyanın Sakit Okeandakı mülklərini ələ keçirməkdir. Müharibənin başlamasına bəhanə nə olur bəs? 14-cü ildə yayda bu Avstriya-Macarıstanın şəhzadəsi indi bu səmimi idi də, yəni bu təvazökar adamdır. Cəmaatın arasında gəzir. Gəzəndə də bu Serbiyalı Ferdinand, adı bunun Ferdinand idi. Serbiyalı Gavrila Prinsip tapança ilə vurur bunu. Elə bunu vurur, Ferdinand da düşür aşağı, atdan düşür, faytondan. Bundan sonra Ferdinand qaçır, gizlənir, Prinsip qaçır, gizlənir. Prinsipi gizlədirlər. 3 gün, 4 gün ortaya çıxartmırlar. Ferdinandın leşini aparırlar Avstriya-Macarıstana. Avstriya-Macarıstan deyir ki, o Prinsipi verin, Prinsip saxlamayaq. Məsələ bağlansın. Bunlar da deyir ki, Prinsipə düşmüşük. Prinsipi verəndə ölür. Bir dənə Prinsipin üstündə hər şey olmuş. Bu qədər şey, bir dənə dünya müharibəsi, bir dənə Prinsipə getdi. Vermədilər. Vermədilər deyə ondan bir ay sonra. Prinsipin biri insandır, biri amma insan deyil. Bu, deməli, hadisədən bir ay sonra, yəni L-nın axırında, 14-cü il, ümumiyyətlə onu qeyd edək müharibənin ilin ki, 1914-1918-ci illəri əhatə eləmişdir. Hadisədən bir ay sonra Avstriyama bax, bura bir dənə diqqətlə fikir veririk. Bayaq o ifadədə işlətdim mən, dedim ki, səbəbkar. Hamı elə bilir ki, Birinci Dünya müharibəsinin başlanmasının səbəbkarı Almaniyadır. Xeyr. Avstriya-Macarıstan Serbiyaya müharibə elan edir, prinsipə görə. Və bununla da Birinci Dünya müharibəsi Avstriya-Macarıstan Serbiyaya hücumu ilə başlanılır. Yəni Almaniya burada heç nə eləmir. Almaniya sonradan qoşulubdur. Almaniya qoşulmur, Avstriya-Macarıstan müharibə elan edir. Sonra Serbiyanı müdafiə edən, hansı ki, beynəlxalq münasibətlərdə bunu işlədə bilərdim ki, Balkanlarda Serb xalqının himayəçisi ruslar idi, indi elə. Serbiyanı müdafiə edən Rusiya, Avstriya-Macarıstana müharibə edir. Elə bundan sonra cübbacüb düşür. Almaniya Rusiyaya müharibə elan edir. Oradan Böyük Britaniya ilə Fransa hazır gözləyirlər, aləm deyət bir-birinə. İndi burada sadəcə biz Almaniyanın Schlieffen planından danışmalıyıq. Schlieffen planı 1905-ci ildə hazırlanmışdı. Alfred von Schlieffen tərəfindən hazırlanmışdı. Almaniyanın 1905. Almaniyanın baş qərargah rəisi hazırlamışdı bu planı. Bu planda nəzərdə tutur ki, 2 cəbhədə müharibə aparmalıdır. Bir, Almaniya qərbdə Fransa ilə müharibə aparmalıdır, şərqdə isə Rusiya ilə müharibə aparmalıydı. Almaniya bu hadisədən sonra Schlieffen planını işə salır və başlayır müharibəyə. 14-cü ildə Almaniyanın Fransa istiqamətində uğurları, ardıcılığı gəlir. Əldə edir, hətta gedir Parisə kimi yaxınlaşır. Amma, burada qeyd edirik onu, 1914-cü ilin, deyək ki, sentyabr ayında, ola bilsin ki, ayı yoxdur, ehtiyatdan yazıram. Var. 14-cü sentyabrında Almaniya ilə İngiltərə və Fransa arasında
deməli Marna çayı sahilində elə eyni adlı döyüş olur, Marna döyüşü. Marna döyüşü ilə Almaniyanın ildırım sürətli müharibə planı puça çıxır. Bu 2-ci Dünya müharibədə Moskva döyüşü ilə oxşar xüsusiyyəti. 2-ci Dünya keçəndə orada da deyəcəm, təkrar qayıdacağıq bura. Bəs yaxşı, Böyük Britaniyanın müharibəyə qoşulmasına bəhanə nə olur? Almaniya Fransa üzərinə hücum edəndə, ümumiyyətlə Şrifen planına görə Almaniya ilə Fransa arasında kiçik dövlətlər var da, məsələn Belçika ilə Lüksemburq. Bunların ərazisindən keçib hücum eləməli idi. Və Belçikanın bir tərəf olduğunu bəhanə edən Böyük Britaniya Belçikanın işğalına görə Almaniyaya müharibə elan edir. 14-cü ilin avqustunda yenə Yaponiyada Almaniyaya müharibə elan edir və o başlayır Sakit Okeanda Almanların mülklərini ələ keçirməyə. Düzdür, bu uğurlu nəticə əldə edə bilir, amma deyir, Yaponların işğalı müharibənin gedişinə o qədər də təsir eləmir. Biz bunun ardınca qayıdırıq Marna döyüşünə. Marna döyüşündən sonra artıq Almanlar deyir, iki cəbhədə müharibə aparmağa məcbur olurlar. Rusiya ilə və Fransa ilə. Və Almanlar artıq müəyyən qədər qoşunların şərq cəbhəsində, cəbhə demişkən qoy elə bu cəbhələrdə sayım, yadımdan çıxmışdı. Müharibənin əvvəlində 3 dənə cəbhə var idi. Biri qərb cəbhəsi Almaniya ilə Fransa, İngiltərə arasında olur. Şərq cəbhəsi Almaniya ilə Rusiya arasında olur. Balkan cəbhəsi var idi, Avstriya, Macarıstan ilə Rusiya arasındaydı. Sonra da Qafqaz cəbhəsi açılır, Osmanlı ilə Rusiya arasında baş verir döyüşlər burada. Almaniya Rusiyaya qarşı biraz uğurlu əməliyyatlar həyata keçirə bilir. Və bunun nəticəsində hətta deyir ki, indi köhnə kitabda 14-ün avqustunda qeyd edirdi. Mən də ehtiyatdan deyirəm, 1914-ün avqustunda Tannenburg döyüşü baş verir. Tannenburg döyüşündə Almanlar qalib gəlir, Rusları məğlubiyyətə uğradılar. İndi biz keçirik 14-cü ilin oktyabrından danışmağa. Osmanlı bir tərəf idi müharibənin əvvəlində hələ ki. Bir tərəf idi, amma Almanlar deyir ki, mənə bir dənə icazə verərsən, Qaradəniz boğazlarından gəlmiş keçirdim, narahat olma, sənin üçün heç bir problem yaradası deyil. Osmanlı da üzə düşür də, deyir, yaxşı, qoyun keçsin, bizə nə qədər köməklik ediblər, Bağdadı dəmir yolda çəkməyimizdə köməklik ediblər vaxtında. Buraxırlar. Almanlar da gedir buradan Rusların limanlarını vurur, Rus gəmilərini vurur. Ruslar bunu bəhanə eləyib Almanlara cummağa əvəzinə Osmanlıya cumur. Deyir, sən niyə buraxdın ki? Biz axı sənlə danışmışdıq ki, Qaradənizdə müharibə vaxtı buraxmayasın da, hərbi gəmi buraxmayasın. Osmanlı elə belə Osmanlı torbasını tikirlər. 50 ayaqlı və nəticədə 1914-cü ilin oktyabrında Rusiya Osmanlıya müharibə elan edir. Və bundan sonra Qafqaz cəbhəsi başlayır, açılır. Müharibənin davamında 14-cü ilin dekabrında başlayan Sarıqamış döyüşü olur. Sarıqamış döyüşü bu Qafqaz cəbhəsində baş verir, Osmanlı Rusiya arasında baş verir. Sarıqamış döyüşündə 15-in yanvarına qədər davam edir. Ruslar qalib gəlib, Osmanlı məğlub olub. Səbəb Rusların texniki üstünlüyüdür və havanın soyuq keçməsi. Hətta belə bir məşhur deyim var ki, Sarıqamış döyüşündə Osmanlı qoşunlarını öldürən Ruslar yox, soyuq oldu. Yəni çox sayda Osmanlı qoşunu soyuqdan donub ölmüşdü ordu. Sarıqamış sərhəddə olubdur. Və burada Cənubi Azərbaycan ərazisində Sarıqamış adlı ərazi var. Bəlkə də orada olub. Sərhəd bölgəsində olub yekunda. Osmanlı bundan məğlub eləyəndən sonra, burada məğlub olandan sonra artıq geri düşür. Bu hissədə bir qədər geri düşür. İndi biz keçirik 15-ci ilin əməliyyatlarına. 1915-ci ildə. Ümumiyyətlə birinci onu demək istəyirəm ki, 15-ci ildə Almaniya müharibə gedişində 2 dənə yenilikdən istifadə edir. Bir yeniliyi olur ki, Almaniya Belçika arasında xlor qazından istifadə edir. Bir də sualtı qayıqlardan istifadə edib Böyük Britaniya hücum edir. Bu Almaniyanın yenilikləri olur. 15-ci ilin belə deyək ki, fevraldan etibarən Böyük Britaniya, Fransa, Böyük Britaniyanın dominiyanları Avstraliya və Yeni Zelandiya. Avstraliya budur, Yeni Zelandiyadakı Yeni Zelandiya. Budur, Yeni Zelandiyada budur. Bunlar onun dominionları olub da, yəni daxili müstəqilləri olub, amma xarici cəhətdən şeydən asılı olublar. Onlar birləşirlər, Çanaqqalıya hücum edirlər və bundan da Çanaqqala döyüşləri başlayır. Niyə belə eləyirdilər? Onlar fikirləşirdilər ki, boğazları ələ keçirsək, biz Rusiyaya da yardım edərik və İstanbulu tutmaqla Osmanlı çökər. Xeyr, bunlar iştirak edirlər Çanaqqala döyüşlərində. Osmanlı dövləti bundan da təslim olar. Çanaqqala döyüşləri 16-cı ilin yanvarına qədər davam edirdi, amma yekunda Osmanlı qalib gəlibdi, çünki öz vətənini müdafiə edirlər və burada Mustafa Kemal kimi sərkərdə Osmanlı xalqında gün üzü görübdü, belə deyək. 15-ci ildə baş vermiş digər hadisə hansıdır? Məsələn, burada hadisənin içərisində deyə bilərəm, aprel ayı ilə bağlı danışım. Birinci növbədə aprel ayı ilə bağlı danışanda onu demək istəyirəm ki,
əvvəl Üslər İttifaqında olan İtaliyanı rüşvət yolu ilə İngiltərə və Fransa ələ alır. Ona deyirlər ki, narahat olma, gəl, sağ güclü torpaq verəcəyik, heç ağlına gəlməyən ərazilər sağ verəcəyik. İtaliyada maymaq şeyidir, bunların vədinə alınır və gedir. Satır olsun Almaniyanı. Və 15-ci ilin aprelində gizli saziş imzalanır, ola bilir aprel yoxdur, orada yaz verələr. Gizli saziş imzalanır, gizli sazişin nəticəsində Antantaya qoşulur. Almanya bir müddətlik, qısa müddətlik depressiyaya düşür, çox amma dərin çəkmir. Bu qısa müddət sonra özünü yığışdırır, başa düşür ki, müharibədədir, bunun depressiyaya düşməyə imkanı yoxdur. Ondan sonra 15 aprelində baş vermiş digər hadisə nə idi? Bu Türkiyə, yəni Osmanlı daha doğrusu, belə deyək ki, orduda qeyri-xristiyanları saxlamır, ancaq müsəlmanlar iştirak edirlər. Və qeyri-xristiyanlar arxadaydılar da, məsələn ermənilər. Ermənilər də rusların, ingilislərin vəsvəsəsi ilə başlayırlar Osmanlının arxa cəbhəsində terrorlar törətməyə, özbaşınalıqlar eləməyə. Osmanlı bilmir qabaqda düşmənlə döyüşsün, yoxsa arxadakı düşmənlə. Və bunlar qərara gəlir ki, 15-ci ilin aprel 24-də bu arxadakı terrorçu erməniləri həbs haqqında qərar verilir. Həbs edilir. Həbs edilir, bundan sonra bu ermənilər dünyaya fəğan edirlər ki, bəs Osmanlı bizi qırdı. Və məşhur o erməni soyqırımı buradan meydana gəlib. Uydurma erməni soyqırımı. Soruşa bilərsən ki, həqiqətən olubmu, olmayıbmı? Soyqırım olmayıb. Amma nə olubdu? Bunlar quldur idi onsuz da. Bunlar quldur idi və Osmanlı bunların həbsi ilə bağlı tədbir görür. Təbii ki də quldur sənə təslim olası deyil. Sənlə döyüşür. Və sənlə döyüşəndə sən nə edərsən? Atışarsan. Və bir neçə dənə lazımsız, dünyada heç bir əhəmiyyəti olmayan erməni ölüb deyə. Bunlar fəğan edirlər ki, və bizi qırdılar. Və bunun 15-ci ilin mayında hələ bunların köçürülməsi haqqında Osmanlı qərar verir, sürgün haqqında. Heç onu demirlər ki, bəs bizi 15-in mayında qırıblar, deyir 15-in aprelində qırıblar. Bir dənə ifadə var, deyir türklər soyqırım eləsə, hansı xalqa qarşı? O xalqdan bir dənə nümayəndə qala bilməz. Əgər dünyada erməni varsa, deməli türklər soyqırım eləməyir. Yəni soyqırım məsələsini çox bizimkilər də humanistlik eləyib, abartmasınlar, türklər demiş, şişirtməsinlər. Xahiş edirəm. Belə şeylər fikir verin. Bunun ardınca 15-ci ildə növbəti baş vermiş döyüş var idi. 1915. Bağdad döyüşü. Bağdad döyüşündə ingilislər ümumiyyətlə 15-ci ildə nə edirdi? İngilislər iki dənə üsuldan istifadə edirlər. Bir, bu qoyun ərəbləri Osmanlıya qarşı ixtişaşa qaldırırlar. Bunlara müstəqillik vəd edirlər. Deyirlər, narahat olmayın, siz Osmanlı devri, mən sizə dövlət quracam. Bunlar da gedirlər küyə. Bir bu tərəfdən ərəbləri deyirdi. Bir də ki, Yahudiləri pişirirdi ki, Yahudilər bir dənə Osmanlıya qarşı provokasiya hazırlasınlar. Və bunun nəticəsində ABŞ-da müharibəyə daxil olsun. ABŞ-da gətirmək istəyir. Çünki ABŞ-da Yahudi lobbisi güclüdür, onda da. İki dənə tədbir görür. Bağdad istiqamətində döyüş baş verir. Bağdad döyüşündə amma Osmanlı qalib gəlir. Yəni ingilislər məğlubiyyətə uğrayır. 15-ci il bunun ardınca 15-in mayında bir döyüş var. İndi onun adını çıxardıblar. Belə yazıblar təzə kitabda ki, əslində Almaniyanın əsas məqsədi Rusiyanı məğlub edib müharibədən çıxartmaq idi. 15-in yazında, yəni mayında tərəflər arasında döyüş baş verir. Rusiyanı məğlub eləyə bilir, amma müharibədən çıxarda bilmir. Və bunun ardınca biz davam edirik. 15-in sentyabrına, yəni payızına gəlib çıxırıq. Hardasa 15-in sentyabrında artıq Almanya özünə gəlir. Bayaqki dediyim depressiya 15-in sentyabrında bitir. Belə ki, onu xəyanət eləyib uzaqlaşmış İtaliyanın yerini doldurmaq üçün yeni bir dövlət çəkir. Və bu da Bolqaristan'da bayaq göstərmişəm, yenə də göstərirəm. Bolqaristanın qoşulmağı ilə dördlər ittifaqı yaranır. Hansı dövlətlər vardır? Avstriya, Macaristan, Almanya, Bolqaristan, bir də Osmanlı. Bu dördü artıq 15-in payızından etibarən dördlər ittifaqı vardır. Məsəl üçün, tutaq ki, deyirəm, burada, məsələn, tutaq ki, deyirəm, Çanakkala döyüşünün başlaması dördlər ittifaqına düşmür. Çünki o, məsələn, fevralda başlayıb, bu da amma payızda yaranır. Belə başlaması deyirəm. Belə şeylərə diqqət eləmək lazım. 15-ci də başqa nəsə yoxdur orada. İndi mən keçirəm 16-cı ilə. 16-cı ilin birinci, məsələn, fevralından danışanda, birinci onu deməli ki, 16-nın yanvarında Çanakkala döyüşü başa çatır. Bunu bayaq demişdim, cənə təkrar edirəm. Almanya 16-cı ildə əsas gücünü Fransaya tərəf göndərir, qərb cəbhəsinə.
və fevral ayında Verden qəssabxanası təqribən 10 ay deyəsən davam edir, səhv eləmirəmsə. Və Verden qəssabxanasında o qədər adam ölür ki, 1 milyona yaxın adam ölür hətta burada. Ona görə bunu Verden qəssabxanası adlandırırlar. Verden döyüşüdür bu. Verden döyüşündə tərəflərdən heç biri üstünlüyü əldə edə bilmir. Amma almanların hücum planları bir daha da uça çıxır. Yəni artıq almanlar Verden döyüşündən sonra yavaş-yavaş geri çəkilməyə başlayırlar. 16-cı ildə məsələn may ayında Qafqaz cəbhəsindən yeni döyüşlər gedir və bu döyüşlərin nəticəsində Rusiya bir sıra əraziləri ələ keçirir. Trabzonu, Ərzurum torpaqlarını ələ keçirir. Buranın sonra eyni zamanda 16-cı ilin yazında, daha doğrusu yayında qoşulur müharibəyə. Rumıniya, burada göstərdiyim Rumıniya, Antanta tərəfdən müharibəyə qoşulur. Amma deyir 16-cı ilin sonunda elə Avstriya, Macaristan və Alman qoşunları tərəfindən ağır məğlubiyyətə uğradılır. 16-cı ildə Qərb cəbhəsində hansı döyüşlər vardı? Məsələn, Jutlandiya döyüşü var, bir də Somma döyüşü var. Bu döyüşlərin tarixləri ilə bağlı kitablar arasında çox qarışıq fikirlər var. Jutlandiyanı yazırlar maya, Sommanı iyuna yazırlar təzə kitabda. Burada mı yazdıqda Jutlandiya iyun, sonra da belə qarayla yazdılar, həmçinin belə yazdılar. Sommanı yazdılar, iyul, burada qarayla yazdılar. Bilirəm, amma təzə kitabda belə edirlər. Jutlandiya döyüşü dəniz döyüşüydü. Jutlandiya və Somma döyüşünə tərəflərdən heç biri qalib gəlmir. Somma döyüşündə ingilislər ilk dəfə tanklardan istifadə edir. İlk tank döyüşü 1916-cı il Somma döyüşüdür. Ən böyük tank döyüşü 1943-cü il Kursk döyüşüdür. İkinci dünyadadır, bunu gələcəkdə keçəcək. Yenə tərəflərdən heç biri qalib gəlmir. Artıq Almaniya yerində saymağa başlayır burada. Və artıq 16-cı ildə etibarən arxa cəbhədə tətillər başlayır. Bu arxa cəbhə hissəsi var, axırda orada deyir. Tətillər, nümayişlər, müharibənin dayandırılmasına bağlı çağırışlar başlayır və tərəflər demək olar yorulmuşdu tamam. 16-cı ildə yeni nəfəs lazım idi müharibəyə. Yox, dayana müharibə edirlər. Hətta bax bizdə belə bir şey vardı. Bizdəki 1-ci Dünya müharibəsi Azərbaycan tarixini keçəndə orada vəhşi divizya sözünü oxuyarsan. Hətta deyir o dövrdə belə bir adət vardı ki, müharibə vaxtı almanlarla ruslar döyüşürdü. Onlar müəyyən vaxt dincəlirdilər, istirahət edirdilər. Amma bizimkilərdə dincəlmə anlayışı yox idi. Gəlib istirahət edən almanları öldürürdülər. Ona görə bizimkilər deyib ki, bunların müharibə qaydaları yoxdur, bunlar vəhşidirlər. Əslində orada da dayanırdılar. Sadəcə qısa da müddətdə dayanırdılar da. Yəni ümumi hücum dayanmır da. Xırda istirahətlər eləyirlər bəzi yerlərdə. 17-ci ildə dedim yeni nəfəs lazım idi. Bu nəfəsdə hara olur? Deyək ki, aprel. ABŞ. Əslində ABŞ-dan danışmazdan əvvəl 17-ci ildə 17-nin fevralında Rusiyada baş vermiş inqilabdan danışmalıyıq. 17-ci ilin fevralında müharibənin fəsadlarına görə Rusiyada bir inqilab baş verir. İnqilabın nəticəsində bolşeviklər Çar Rusiyası, yəni Romanovlar devrilir. Bundan sonra müvəqqəti hökumət yaranır. Müvəqqəti hökumət müharibəni davam elətdirmək tərəfdarı idi. Müvəqqəti hökumət. Amma sonra hakimiyyətə gələcək bolşeviklər müharibəni dayandırmanın tərəfdarı idi. Rusiyanın inqilabını dedik və ABŞ dərsinin hissəsindən danışırıq. Niyə ABŞ müharibəyə daxil olur? Çünki müharibə dövründə ABŞ ümumiyyətlə bitərəfli siyasət yürüdürdü və artıq görürdü ki, müharibədə düzdür, xırda-xırda döyüşlərdə biz Almaniyanın dayandığını, geri çəkildiyini, cüzi torpaq ələ keçdiyini desək də, görür ki, artıq Böyük Britaniya və Fransa çökür. Və bu da onlara çoxlu borc verirdi. Və öz pulu batmasın deyə bunlar tərəfdən müharibəyə daxil olur. Amma bir bəhanəsi olmalıydı. Bu, ingilislərə kömək göndərdi gəmilər vasitəsilə. Almanlar bunun gəmisini batırır. Və buna da bəhanə lazım. Deyirsən, mənim gəmi niyə batırır? Davay. Almaniya müharibə elan edir ABŞ. Əslində, ABŞ müharibəyə daxil olana qədər Almaniya istəyirdi ki, qısa zamanda Böyük Britaniya və Fransanın məhv eləsin, müharibə bitsin. Çünki ABŞ nə pul xərcləyib, nə ordu xərcləyib, nə də ərazisində müharibə gedir. Yorğun deyil bu, təzə bədəndir, təzə enerjidir. İngiltərədə əslində həm ABŞ-ı müharibəyə çəkmək istəyirdi, həm də istəyirdi ABŞ gələnə qədər qutarsın. Niyə? Bilir ki, bu qədər döyüşən mən, ABŞ gəlib udacaq, deyəcək, mənə pay verir oradan. Amma ABŞ amma heç nə eləmir və qısa müddətli iştirak edirdi. Amma yekunda ABŞ gəlir, aprel ayında müharibəyə qoşulur. Çünki bizdən birinci növbədə o indiyə qədər elə səndən güclü müharibə daxil olmayıbdır. Pulu bol, silah-sursatı bol, qırğın da bunun arasında yox, burada gedir.
Cəmi sakitləşdi. Elə bundan sonra ABŞ dünyanın ağasına çevrilir. Birinci Dünya müharibəsindən sonra. Və 17-ci ilin biz deyək ki, oktyabrına gəldi. Köhnə kitabda o Caparetta döyüşü var. Səhv eləmirəmsə təzədən çıxarılıbdı. Hə. Bunu ehtiyatdan deyirəm. Əgər təzədən çıxarılmış olsa montaj eləyəcəm buranı. Caparetta 17-ci oktyabrında baş veribdi. Almaniya, Avstriya, Macaristan qoşunları İtaliyanın məğlubiyyətə uğradı, özü də ağır formada. 17 oktyabrında digər hadisələr baş veribdi. Rusiyada çevriliş olub. Bu dəfə bolşeviklər hakimiyyətə gəliblər. Bolşeviklər hakimiyyətə gələndən sonra onların əsas ideologiyası müharibəni dayandırmaq idi. Və ona görə də artıq biz keçirik 18-ci ilə. Birinci növbədə 18-ci ildən danışanda deyirik ki, 18-in yanvar, fevral, mart. Martın 3-də bolşeviklər, yəni Sovet Rusiyası, Almaniya ilə separat, Almaniya və onun müttəfiqləri ilə separat Brest-Litovsk müqaviləsini imzalayır və müharibəni tərk edir. Və müharibədən çıxan ilk dövlət elə Rusiya idi. Müharibəni tərk edir və artıq almanların biraz işi rahatlaşır. Almaniya artıq Rusiya ilə SSR yox. Burada bir dənə çaşıram görürsən, test hazırlayacağım çaşanda da. Almaniya SSR ilə imzalamamışdı bunu. Sovet Rusiyası ilə imzalamışdı. SSR 1922-dir. Buna diqqət eləmək lazımdır. SSR sözünü gördün deyəsən yox. Bundan sonra 18-in mayında Rumıniya müharibəni tərk edir. Deyir, mən getdim. Antanta tərəfdən biri də çıxdı. Və bayaq dediyim burada baş verir. 18-in iyulunda Marna döyüşü baş verir və deməli ABŞ, Böyük Britaniya və Fransa əks hücuma keçirlər. Əks hücuma keçirlər və artıq Almaniya və onun müttəfiqləri bir-bir sıradan çıxmağa başlayır. Məsələn, birinci aradan çıxan Bolqarıstan. Bolqarıstan bir asanlaşdırması var ki, Bolqarıstan dedik ki 15-in sentyabrında müharibəyə daxil olub, 18-in sentyabrında müharibəni tərk edir. Və məsələn, belə bir maraqlı üst-üstə düşən hadisə var. Oktyabr ayında Mudros müqaviləsində Osmanlı müharibəni tərk edir. Noyabrın 3-də Avstriya Macaristan müharibəni tərk edir. Noyabrın deyək ki 8-i 9-unda Kilqiyam baş verir Almaniyada, inqilab baş verir. Bax burada bir şeyə fikir veririk. Almaniyada inqilab baş verir. Alman imperiyasına son qoyulur. Noyabrın 11-də Almaniya Respublikasının təslim olmağı ilə Birinci Dünya müharibəsi başa çatır. Bax ona deyirəm ki, fikir verməliyik ki, Alman imperiyasının təslim olmağı ilə deyil, Kompiyen müqaviləsinin sazişini Alman imperiyası yox, Alman Respublikası imzalayıbdır. Bax buna diqqət fikir verməliyik. İmperiya dövrünə düşmür bu yəni. Və bununla da Birinci Dünya müharibəsi Antanta və onun tərəfdarlarının qələbəsinə başa çatır. Birinci Dünya müharibəsinin nəticəsində tələfat falan bunlar boş şeylərdir, özünüz ölçənərsiniz. Sadəcə orada deyir ki, Birinci Dünya müharibəsinin nəticəsində müstəmləkə sistemi böhran keçirir. Bax, dağılır demir, böhran keçirir. Dağılmağı 2-ci dünyadan sonradır. Bu böhran keçirir. Qırğınlar, itkilər, xırda dövlətlər, yeni dövlətlər yaranır. Məsələn, əsas böyük dövlətlər parçalanır. Hansı? Məsələn, Rusiya parçalanıb, Osmanlı parçalanıb, Almaniya və o müstəmləkələrini itirib, Avstriya, Macaristan parçalanıb. Hansı ki, bundan da biz o birisi dərsdə. Versam müqaviləsi, Washington sistemi haqqında. Orada danışacağıq. Bu qədər. Bununla da əziz abituriyentlər, Birinci Dünya müharibəsi dərsimiz başa çatdı. Təzə kitabda bunu yüngülləşdiriblər, yığcamlaşdırıblar. Mən də çalışdım biraz surətli formada izah edeyim. Ümidvaram ki, bir şey başa düşə bilərsiniz. Düşməsəniz, gedib keçənki izahada təzədən baxa bilərsiniz. Özünüzə yaxşı baxın. Növbəti dərs izahında məni izləməyiniz ümidi ilə. Sağ olun.